Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla Kur'an'ın Türkçe dikkatli tercümesini siz aziz dinleyicilere, izleyenlere təqdim edirəm. Demək olar ki, Kur'an'ın sonundan 30-cu cüzündən başlayırdıq. O qıssa surələri mən sizə diqqətlə tərcümə edirdim. Yeri gəlmişkən orada da demək olar ki, bir sıra kəlmələr və istilahlar onları da ki açıqlanmağa ehtiyac olurdu. Onları da biz nə edirdik? Sizinlə açıqlayırdıq və paylaşırdıq. Yetişirik Məsəd surəsinə. Məsəd surəsi demək olar 111-ci surədir, qıssa surədir. Məkkədə nazil olmuş bir surədir. 5 dənə də bunun demək olar ayəsi vardır. Burada görürük ki, bu surədə baxırıq görürük ki, Peyğəmbərin əmisinin adı gəlir, onun xanımının adı gəlir. Yəni bu istir nə desin? Bu istir desin ki, Qur'anda demək olar 2 dənə anlam ya demək olar ki, 2 ağır düşüncə meydana qoymaq olar. O budur ki, Qur'anın aksidental savlarını demək olar ki, esenşaldan ayırmaq o Qur'anın düşünməyində bizə çox yardım edə bilər. Siz hər yerdə görsəz ki, ayələr sizi dəvət edir ki, Allaha, Peyğəmbərə və digər aləmə, məada ki, onun içində qeybidir, bu 3 dəvət ayələrdə olsa, onlar demək olar ki, esenşal ya əsli ayələrlə ya zati dərvaqa Qur'andırlar. Ola bilməzdir ki, Qur'an ola, o ayələr olmuyor. Amma aksidental ayələr, yəni onlardılar ki, ərəbin tarixi ilə, hadisələri ilə, istəkləri ilə, urfları ilə bağlı bir para hadisələrlə demək olar Qur'anda gəlir. Onların əlbəttə ki, sözü var, savı var. Elə söz Tanrının sözüdür. Baxmayaraq ki, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin ağzından o söz çıxır eşiyə, dərvaqa kəlam Allahın kəlamıdır, ləfz demək olar onuncudur. Gərçəz xulqu Abdullah Bəbbuvat Mevlana'nın sözdür ki, deyir. Amma nə mənədir? Onlar bir para urfiyyata demək olar işarət edir. Bu surədə onlardandır ki, mən sizə istəyirəm oxuyam. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Təbbət yedə Əbi Ləhəbin və təbb. Ma əğna anhu maluhu və ma kəsəb. Sayasla naran zat ləhəb. Və imra'atuhu hammalatal hatab. Fi cidihə hablum min məsəd. Məsəd yəni xurmanın o lifi demək olar. Deyir ki, bağışlayan və mehriban Allahın adıyla və yadıyla ki, başlanır demək olar. Təbbət yedə Əbi Ləhəbin və təbb. Təbbət yəni qət olsun, qurusun. Bir mazi fiili əvvəldə gələndə eləyə bilər ki, haləti o duaiyə ya nifrinə filana neynəsin, dilalət eləsin. Təbbət yedə Əbi Ləhəbin və təbb. Əbu Ləhəbin əlləri qurusun. Qurudu da. Və təbb.
qurudur da. Yəni burada ona bir cürə qarqış eləyir. Niyə? Ma əğna anhu maluhu və ma kəsəb. Nə malı, nə də ələ gətirdiyi onu zəncirlətdi. Heç biri, yəni malı da və ələ gətirdiyi də onu zənginlətmədi. Ma əğna anhu maluhu, əğna ғinadan gəlir da. Ғəni yəni dolu, در واقع servətli, niyazı olmayan. Ma əğna anhu maluhu, onun malı, servəti onun istəklərini yerinə gətirmədi. Və ma kəsəb, və hər şeyi ki eləyə bilirdi, onu eləsin, ələ gətirsin, onu ғina məqamına çatdırmadı. Səyəslə naran zətə ləhəbin, tezliklə o alovlu bir oda atılacaqdır. Tezliklə. Yəsla demək olar ki, sələvədən gəlir və sələvə ya sələyə bir feilidir ki, mütəllidir, onun axırın hərfi orada hərfi illə işlənilibdir və orada nə mənədir? Oda atılmaqdır. Bu tezliklə bir oda atılacaqdır. O odun da ləhəbi vardır. Ləhəb yəni əlovu var. O əlovlu bir oda atılacaqdır. Və imrəətuhu hammələtəl hətəb, və onun xanımı da, qadını da, həyat yoldaşı da elə onunla birlikdə o oda atılacaqdır. O kimdir? O da arvadı da odun daşıyandır. Həmmələtəl hətəb. O odunu ki gətirəcək, o demək olar odu alovlandıracaq, bu onun xanımıdır. Fi cidəhə həblun min məsəd. O boynunda xurma lifindən ip olaraq, yəni o xanımın nəmnişanəsi də bilirdi ki, onun boynunda xurma lifindən bir dənə ip vardı ki, boynundan asıbdır. Cid yəni boyun, boynundan aslanıbdır. Sədəqəllahul aliyyul azim. Sağ olasınız, gələn görüşə qədər.